Bunun ikinci hissəsi ilə davam edirik. Deməli, biz sualını vermək. Məsəl üçün, siz gündəlik həyatda əgər nəyinsə olması ilə bağlı sual verirsinizsə, direkt şəxsiyyətə görə am, is və ya are la cümləni başlayacaqsınız. Yəni, ingilis dilində sürətli danışığın sirri bundan ibarətdir ki, Azərbaycan dilində düşünməmək, direkt fikri ingilis dilində çıxarmaq. Fikri ingilis dilində çıxarmaq necə bir şeydir? Ağılda sözlər, məsəl üçün, qapı anlayışı, qapıdan ingilis dili vəziyyətinə çevirməklə yox, qapı, door, bu şəkildə yox. O anlayış beynimizdə door şəklində hazır olur. Yəni, anlayışı o adla tanımaq. Bu da necə baş verir? Biz dərslərimizdə strukturu öyrəndikdən sonra 100-150 cümlə o struktura aid qururuq. Cümlə qurduqca da sözlər öyrənmiş oluruq, yeni sözlər öyrənmiş oluruq. Beləliklə, biz sözləri işlədərək öyrənmiş oluruq. Həm də bir daşla bir neçə quş vurmuş oluruq. Həm cümlə öyrənirik, həm söz öyrənirik, həm danışığımızı praktika edirik, həm dinləməmizi. Bu şəkildə olur. Demək, artıq tələbə bilir ki, o olmaqla bağlı sual verdikdə am, is, are-la başlayacaq cümləni. Belə olacaq. Məsələn, hava nədir? Weather. Soyuq nədir? Cold. Olmaqmı hava soyuq? Is the weather cold? Bu şəkildə sualı yaradacaqdır. Mən istəyirəm həm də apostrof s və of-la əlaqəli bir dərs izah edeyim. İsmin yeri halı, hansı ki, çox vacib, önəmli mövzulardandır. Məsələn, deyirəm ki, Turanın dəftəri, bir də deyirəm ki, dəftərin vərəqi. Gəlin baxaq, in şəkilçisi hansı rolu oynayır? In şəkilçisi olmasaydı, Turan dəftər deyə bir vəziyyətlə qarşılaşacaqdıq ki, bu da yanlış bir şeydir. Biz dəftəri Turana aid eləmək üçün Turanın dəftəri eləyirik və ona görə də in şəkilçisi yiyəlik hal, aidlik, sahiblik bildirən şəkilçi adlanır. Eyni şəkildə dəftərin vərəq, yəni vərəq dəftərə aiddir. İki dənə fərqli bir hal var. Birində sahib olan insandır. Sahib olan insandırsa, in-inin yerinə apostrof s yazaraq çox rahat bir şəkildə Turan's copybook yazacağıq. Amma sahib olan insan olmadıqda sözlərin yeri əksinə dəyişərək of-dan istifadə olunacaq. Bu da belə olacaq, vərəqi dəftəri. Dədə Qorqudun kitabında Kitab-ı Dədə Qorqud, Kərimin Quranı, Qurani Kərim. Necə əksinə dəyişdirir? O da bu şəkildə olur. Vərəq isə page of the book. Hər iki ismin əvvəlində z-dən istifadə etdim. Çünki vərəq sözü də, kitab sözü də müəyyən bir vərəqdən və müəyyən bir kitab haqqında hər halda danışacağıq. Yəni, məsələn, biri var, deyirəm ki, get mənə bir dəftər gətir. Bu zaman bir, an artiklından istifadə edirəm. Yox, əgər deyirəm ki, get mənə dəftəri gətir, get mənə sunkanı gətir. Buradan ı-dan bilirik ki, dəftəri, yəni həmin dəftərdən, ikimizə də məlum olan bir dəftərdən danışırsa, o d artiklıdır. Həmin mənasını bildirir, sanki müəyyənlik bildirir. İngilislər bunu hər daim cümlələrdə istifadə edirlər. An və d artikl mütləq ismin qarşısında hər zaman gəlir. Və məsəl üçün, deyirəm ki, kursa gedirəm, müəyyən bir kursa gedirəmsə, qarşı tərəfində bildiyi bir kursa gedirəm, hər halda haqqında öncədən danışılmış bir kursa gedirəm, bilinən bir yerə gedirəm, the course, the school, the university, universiteti bitirdim, bilirik hansı universitetdən söhbət gedir, the university. Ona görə dəftərin vərəqi dedikdə əslində page of book olur, sadəcə the page of the book, həmin dəftər, həmin vərəq. Digər bir nümunə göstərim, bu səfər deyəcəm ki, evin qapısı. Belə olduqda, qapısı of ev deyəcəm, düzdürmü? The door of the house. Buna çoxlu məşq eləmək lazımdır sadəcə. Gəlin deyək ki, evin qapısı açıqdır. Nə haqqında danışıram? Strukturumuza baxaq, strukturla gedək. Sual texnikası beynimizi işə salır ki, dayanmaq olmaz. Sual verə-verə, corab ipliyi kimi, zəncirvari hər şey gəlməlidir. Nə? Evin qapısı. Necədir? Açıqdır. The door of the
house haqqında danışdığım bitdi, haqqında danışdığım bitdi. Daha sonra dedim axı məlumata yaxın xəbər, daha sonra məlumat veririk. Bəzi uşaqlar elə bilir ki, hə, elə qapı sözü, hə, bir dənə söz qutardısa, deməli haqqında danışdığımızda qutardı. İzi gətirib burada yazırlar. Dedim axı əmizarı hara qoşsaq, sağı ilə solunu birləşdirəcək. Deyəcək, qapı evdir. Belə bir şey mümkündür ya da qapı ofdur. Belə bir şey mümkündür. Xeyr, gözləyin bir tam olaraq, bütöv olaraq haqqında danışdığınız bitsin, məlumata yaxın iz artırın. İnkar eləsək, the door of the house isn't open. Sual versək, is the door of the house open? Bax, bu şəkildə olacaq.